Əhməd Sultan Sərxanov. Birinci Qarabağ müharibəsində neçə yaşınız olur? Birinci Qarabağ müharibəsində mən körpə olmuşam. Yaşım balaca, 1 yaşım. Birinci Qarabağ müharibəsində hansı hadisələr yadınızda qalır? Birinci Qarabağ müharibəsindən atam danışdıqlarından yadımda qalır ki, o da Murovda döyüşüb mənim kimi, necə deyərlər, o da könüllü olaraq gedib döyüşüb atam. Ondan çox şeylər danışıb, indi vaxt az qısadır, amma belə çox döyüşüb. Atam əziyyəti də çox olur. Birinci Qarabağ müharibəsində. İkinci Qarabağ müharibəsinə könüllü olaraq getdiniz. Könüllü olaraq getmişəm, bəli. Könüllü olaraq gedib döyüşmüşəm vətənim üçün. Və gedərkən nə hisslər keçirdiniz? Qürur hissi keçirmişəm. Əsas olur ki, vətənim üçün bir yararlı oğlan kimi gedib qürur hiss edib döyüşmüşəm. Hansı bölgələrdə döyüşmüşsünüz? Talışda, Murovda və Kəlbəcərə istiqamətində. Döyüşən zaman yanınızda şəhidlər və yaralılar olubmu? Şəhidlər də olub, yaralılar da olub. Mən ora qayıtmaq biraz çətindir, amma özüm də orada yaralanmışam. Bir şəhid də oldu yanımızda, bəli oldu. Qarabağ müharibəsindən hansı hadisələr yadınızda qalır? Hadisələrdən ən maraqlısı, necə deyərlər, adamın şövlərdən mənim döyüş yoldaşımın ayağını şaxta atmışdım orada. Mən onu 8 saata yaxın sürüb gətirmişəm. Yəni, necə deyim sizə, sağ gətirmişəm və sağ qaldı. Ən lazım olan olacaq can sağlığı, cana sağlığı qalır. Yaxınlarınızdan müharibədə iştirak edən olubmu? Bəli, olub. Demək, daim oğlum ikisi də qazidir, ikisi də Vətən müharibəsində iştirak edib qazidir. Və yaxın dostlarımın da ikisi müharibə iştirakçısı. Çox sağ olun ki, bizimlə bu müsahibədə iştirak etdiniz. Məqsədimiz odur ki, sizin kimi igid oğullarımız unudulmasın.